Salam dostlar, biz yenə DevSecOps dərslərimizi davam edirik. Bugün mən sizə DevSecOps-da skan etdiyimiz, hansı ki skan edirdik biz SAS-la, SCA ilə, Container Security və nə edirdik? Infrastructure as a code, hansı ki 4-ü ilə biz elədik. Onu JSON formatında çıxartmışıq və JSON formatında olan faylları biz harasa deploy eləməliyik ki, orada biz ona vizualizasiya səviyyəsində baxaq. Yəni baxaq görək ki, hər dəfə komanda line-a girib orada komanda verməyək ki, məsələn cat komandası verib onu belə daxilinə baxmayaq belə. Avtomatik olaraq bir vizualizasiya səviyyəsinə baxaq. O da nədir? Defektojo. Azərbaycanda da bu məşhurdur. Bəzi mütəxəssislər bundan istifadə edir. Təhlükəsiz zəiflərin sadəcə idarə olunması üçün bir platformadır bu. Defektosun əsas tanımı açıq mənbəli platformadır. Təhlükəsiz skanlarının idarə olunması üçün əla bir tooldur və bu ən çox DevSecOps komandaları üçün effektiv idarə etmə vasitəsidir. Nə üçün istifadə olunur? Təhlükəsiz zəiflərin izlənilməsi, skan nəticələri mərkəzləşdirilməsi, CI/CD-də sistemləri inteqrasiya, bu o deməkdir ki, yəni CI/CD-də sabahsın biz indiyənə qədər manual eləmişik. Mən indi manual bitəndən sonra çalışacağam ki, bunu avtomatlaşdırım. Yəni mənim öz DevOps mühitim var və o mühitdə çalışacağam üzə təhlükəsizlik toollarını ora inteqrasiya edeyim. Bu o deməkdir ki, inteqrasiya olunandan sonra avtomatik olaraq biz nə edəcəyik? Çıxan JSON faylları, məsələn SAS JSON faylı çıxardandan sonra, SCA çıxardandan sonra, Container Security çıxardandan sonra, orada Infrastructure as a Code JSON faylı çıxar, onu avtomatik olaraq API vasitəsilə Defektojoya göndərəcəyik ki, rahatçılıqla avtomatlaşdıraq hər şeyi. İndi elədiyimiz manualdır sadəcə. Manual eləyirik biz bunları. Sonra kimlər bunu istifadə edə bilər? DevSecOps komandaları, Application Security mütəxəssisləri, pentesterlər, QA və tester komandaları. Əsas funksiyalar nədən ibarətdir? Zəiflikləri idarə etmək, scan inteqrasiyaları, yəni Burp, WhatsApp, Nessus, API vasitəsilə əməliyyatlar. Bundan qabaqki dediyim kimi CI/CD vasitəsindən ora qoşulur API vasitəsilə və nəticələri ora nə edir? Deploy edir. Tapşırığı izləmə və rol paylama. Yəni tapşırıqları siz izləyirsiniz ki, hansı tapşırıqlar var, hansı tapşırıqları həyata keçirmək lazımdır. O report şəklindən onu report şəklindən çıxardıb, hətta deyimsə bu report şəklində generasiya edə bilir. Yəni PDF, HTML və digərləri. Onu report şəklindən çıxardıb, üstündə özünüz bir report yazıb, belə deyək də, DevOps team və developer teamə təqdim edirsiniz ki, sizdə bu boşluqlar var, zəhmət olmasa bunu fix eləyin. Sonra DevSecOps axınında Defektojo, yəni qrafik və axın diaqramı üçün yer. Yəni belə bir yerdir gördüyünüz kimi, sadəcə diaqramlardır. Nəticə təhlükəsizlik testlərinin effektiv idarə edir. DevSecOps proseslərini avtomatlaşdırır. İstifadəsi asan, görünüşü isə sizə uyğun, çox gözəldir. Siz də görəcəksiniz ki, həqiqətən də rahat bir interfeys var. Sonda təşəkkürlər və mən demoya başlayıram. Demo üçün nə edirik dostlar? Biz bunun öz səhifəsi var. GitHub bir profili var. Bunu mən sizlə bölüşəcəm. Və bunu yükləyən vaxtı bəzi ola bilsin errorlar çıxsın. Məndə çıxmışdı hətta məndə bəzi errorlar. Onları pauza etməyəcəm. Error ola çəkib sizə göstərəcəm ki, çünki bəzi mütəxəssislər var ki, onlar çəkirlər videoları. Error olan hissəni pauza eləyirlər. Təsəvvürünüzə gətirirsiniz. Siz onlar kimi edirsiniz. Onu da alınır, sizin də alınmır. Yəni çıxıb belə olma səbəbi sadəcə o pauza eləyir, erroru düzəldir. Təzədən pauzadan çıxardır, davam edir. Bu da ki, çaşqınlıq yaradır ki, ola bilsin, bəlkə mən nəsə səhv edirəm. Bugün amma mən elə eləməyəcəm. Mən bunu yükləmə qaydasını öyrədəcəm sizə. Elə errorlarla bərabər. Nə edirik? İlk növbədə gitlə klon edirik. Mən bir dənə Linux server, bu Linux bir serverdə qurmuşuq, quracam bunu. Yəni ki, sadə bir şəkildə internetdə araşdıra bilərsiniz ki, hardware requirements
info defect yazdım. Doğru. Defekt тоже 2 CPU istəyir, 8 RAM, yəni 2 GB hard disk minimumda, yəni ki baxın da siz nə qədər sizdə olacaq. Belə də yer aparmır da, yəni görürsüz. Çünki orada heç bir əməliyyat baş vermir. Heç bir proses yükləmələri baş vermir. Orada elə yəni belə deyək də 50 GB hard disk olsa, yəni ki storage olsa, 8 GB RAM, hələ mən deyirəm 8 GB çoxdur. 4 dənə də CPU bu polnusu bəs eləyir ona. Yəni ki tamamilə bəs eləyir ona. Biz serverimizə Linux əməliyyat sistemi olsa daha yaxşıdır. Fərqi yoxdur. Alma Linux olsun və yaxud da Ubuntu olsun, yəni ki fərqi yoxdur. Biz bunu birinci nə edirik? Download edirik GitHub-dan. Sonra daxil oluruq həmənki foldera. İndi bu proses zamanı, bu proses bitəndən sonra çalışacağım ki, orada bir proses olacaq, uzun gedəcək. Mən pauza edəcəm. Daxil oluruq ora. İndi fikir verin, burada bir error çıxacaq. Baxın, bu sizi çaşdırmasın. Bunu eləyəyim. Görürsünüz, burada bir error çıxdı. Fikir verdiniz dostlar. Burada error çıxdı. Bir də görək, bizim Docker'imiz var burada. Bizim Docker'imiz yoxdur. Necə Docker yüklüyüm mən yükləmə qaydasını istəyirsiniz yenə də göstərim. Prosta bizim vaxtımızı alacaq bu. İstəyirsiniz mən Docker'i yüklüyüm, soram. Çünki 7 dəqiqə bizim orada depoda. Heç olmaz, yaxşı sizə də Docker'də göstərim. Necə yükləmə ola bilər. Install Docker Ubuntu. Yəni, rəsmi səhifəsini girim tez. Sizin üçün onu təşkil edəm. Demək, bir etap gedək. Update eləmişdim, amma yenə də onu sadəcə Docker yükləmək yaddan çıxdı. Tez onu yükləyək. Kakraz necə yüklədik, onu da görəcəksiniz. Bunu da update eləyək. Getdi. Dediyim bütün Docker'i installyasiya eləyək. Burada heç bir error çıxmayacaq. Ona görə də mən müvəqqəti pauza eləyəcəm bunu. Artıq yükləndi bizim. Heç bir problem, heç bir error çıxmadan. Bir də image görürsünüz, artıq biz bunu enable eləyək. Docker. Bunu da elədik. Bizim Docker hazır. Keçdik yenidən yoxlamağa. Support eləyir. Yəni error çıxmaq ehtimalına görə dedim ki, ona görə mən indi compose buraxacağıq bunu. Bu biraz uzun çəkəcək. Dostlar, bu biraz uzun çəkəcək. Həqiqətən də çox uzun çəkəcək. Ona görə də məcburam pauza eləyəm. Narahat olmayın. Burada heç bir error falan çıxmayacaq. Ondan əmin olun. Tam mənə güvənin. Heç bir error çıxmayacaq.
Hələ də davam edir dostlar. Yəni ona görə tez pauzadan çıxardıram ki, yəni biləsiniz ki, heç bir error falan olmadı. Əgər sizdə error çıxarsa, error bax belə düzəldilir. Bax görürsüz. Bax burada da qeyd eləmişəm. Məndə bu çıxmışdı. Ona görə bunu da sizin üçün belə eləyək. Sizin üçün əlavə eləyəcəm ora ki, əgər hər hansı bir error çıxsa, yəni bunu bundan düzəltmək olar. Problem deyil. Hələ davam eləyir. Yəni dostlar, mən bunun installyasiya qaydasını, setup qaydasını sizə öyrətməliyəm. Düzdür, indi deyə bilərsiniz, özümüz də gedib eləyə bilərdim. Yəni ki, yəni bəzi dostlarımız var ki, ola bilsin ki, bəzi çətinliklər çəksin. Ona görə də məcburam ki, bunu göstərim sizə dostlar. Artıq bitdi. Heç bir problem çıxmadı. İndi isə yeni yolları up eləyirik. Bunu da pauza eləyək. Artıq bitdi bizim Defectojo installyasiyası. İndi isə ora qoşulmağa çalışaq. Birinci öyrənək görək IP-miz nədir burada? IP-miz nə idi burada? Aha, 104. Qoşulaq ora. Start. Gözləyək, biraz gözləməliyik. Belə olmalıdır. Bundan qorxmayın. Biraz gözləməliyik. Servislər qalxmalıdır. Gözləməliyik biraz. Və bunun passworduna baxırıq. Bizim passwordumuz budur. Qoşulmaq üçün sistemə. Sistemin özü application qalxsın. Aha, qalxdı artıq. Demək yazırıq admin. Parolumuz da burada. Baxaq görə qoşulacaq. Bizə əziyyət verəcək. Olur belə şeylər. Admin. Yazılım password. Yana baxaq. Yeniden montaj edeyim. Bir hallar olur. Admin. Bir olmamalıdır admin. Ne kadar boşalmalıydı. Ne oldu buna? Yüzde servis. Incognito ile açaq. Özləri necə deyir, eləyirik. Deyir, qoşulursan. Məndə bu. Parolü da budur. Bundan artıq yoxdur. Bizim olsun, biz nəsə arada məsafə gedir. Olur belə şeylər.
Sözümüzə bax. İşləməsin, yox. Yox, işləmir. Maraqlıdır. Sözlər də burada qeyd eləyir. Bunlar artıq yoxdur da. Bax, bir də. Hamısı apdır, hamısı normaldır. Yenə qoşulmur, onda taparıq dərdi. Admin. Admin, parol. Belə hal olur, dostlar. Görüşürüz. Bizə dəqiqə baxın. Dostlar, bunun dərdi nə idi? Onu tapdım. Demək, daxil olursunuz bura və burada çox sadə ChatGPT yatdım. ChatGPT mənə dedi ki, daxil olaraq konteyner içinə sadəcə bir dənə user yarat. Admin user orada yox idi. Çox maraqlıdır ki, həmişə olurdu, indi yoxdur. Admin user sadəcə yaratır. Bura girdiniz, tıkladınız. Yəni admin məsəl üçün tutaq ki, anar məsəl üçün gmail tutaq ki, com parol 2 3 4 5 1 2 3 4 5. İndi parol zəifdir, ona görə. Deyək ki, buraxdı yenə də. Mən indi admin user yaratdım, baxın. Artıq yaratmışam admin. Baxın, qoşulacaq naxadır. Admin parolda qeyd elədim burada. Amma bu belə olmamalıydı. Gördünüz, artıq qoşuldu. Nəysə, görürsünüz, belə şeylər var. Ona görə göstərdim ki, yəni biləsiniz ki, daxilinə girib parol yarada bilərsiniz. Nəysə, indi isə nə edirik dostlar? SAST ikisini götürəcəm. SAST və SCA ilə biz skan eləmişik. Həmənki SAST-ı və SCA-yı bura nə edəcəyik? Deploy eləyəcəyik. Çox sadə. Bura daxil oluruq. Buranı seçirik, bu punktu, bu frame-i. Add product seçirik. Tutaq ki, deyirsiniz ki, məsəl üçün application 1. Tutaq ki, mən application 1 verdim. Məsəl üçün, deyə bilərsiniz. Məsəl üçün, necə deyim? Mobil, tutaq ki, mobil app. Adım belə qoyaq. Bunu kopyaladınız aşağı. Gəlirsiniz, burada seçirsiniz. Görürsünüz, artıq anarda var, admin də var. Admin, researcher və import elədiniz. Hər şey hələ bitməyib. Sonra gəlirsiniz finding-ə, düşürsünüz aşağı, import scan result seçirsiniz. Burada tarixi qoyursunuz. Ayın ikisidir, məsəl üçün 5-ci tarixi seçirsiniz. Burada seçirsiniz. Nəyə oraya əlavə edəcəyik? Sneak, elə ki, Sneak-in SAST-ını. SAST olanda, yadınıza saxlayın, kod skan olanda SAST-ı, Sneak kod skan olanda SAST-ı, Sneak skan olanda SCA-dir. Bunu yaddan saxlayın. Biz SAST-ı əlavə edirik bura. Məsələn, bunun da yanına elədik. Sonra düşürük aşağı. Burada da baxırıq, punkt yoxdur. İndi axtarıq tapırıq. Mənim desktopumda demək daxil oluruq bura. SAST-ı seçirik, seçdik və import edirik. Gördünüz, bizim hamısı, hansı ki tapmışdıq boşluqlar, onlar hamısı gəldi. Daxil oldu həmənki yerə. Bura daxil olub, birinə elə belə baxırıq. Görürsünüz, yazıblar. Boşluğun mesajı nədir? Skoru nədir? Hayda axı. Hansı failin içindədir? Onu göstərir. Və sənə burada baxa bilərsiniz. Burada yoxdur. Fikir verdiniz. Bunlar hamısı bizə nə verdi? Nəticəni verdi. Digərləri də var. Burada görürsünüz.
İndi isə view eləyirik. Görürsünüz budur. Bunun adını həmişə dəyişin uşaqlar. Belə girdiniz adını bura dəyişirsiniz. Yazın bura SAST. SAST scan result. Yazdım. Burada nəsə seçməli. Burada bunu seçməlisiniz. Adını dəyişəndə. Dəyişdim. SAS scan result. Bunun daxilində görürsünüz. Səliqəli olsun da, yəni ki, başa düşürsünüz uşaqlar. SAS scan result. Yenə findingə girdik. Yenə də indi bunu eləməyə bildik. Düzdürmü? Product'a girəndə görürsünüz mobil app. Görürsünüz necə səliqəli yazılıb. Fikir verirsiniz dostlar. Ona görə də bunlara fikir verəsiniz. Və salam. Sağ olun dostlar. Digəri görürsünüz burada da baxa bilərik hansı boşluqlar var. Görürsünüz səliqəli şəkildə. Digərlərini də elə bir növdən əlavə edirsiniz. Sağ olun dostlar, minnətdaram hamınıza.